Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Salam, əziz və hörmətli tamaşaçılar. Sizləri dinlə tanışlıq verilişində yenidən xoş gördük. Ötən verilişimizdə dinin mahiyyəti, dinin lüğət və terminologiyada mənaları ilə tanış olduq və qeyd etdik ki, din ümumi bir məfhum daşıyır. Belə ki, bəşərin ümumi qanunlar toplusuna dedik ki, din deyilir. Amma və qeyd elədik ki, bəşərin ümumi qanunlar toplusu din olaraq daima nöqsanlı olub, zəif olub. Buna görə də qərəzli olduğuna görə bəşərin ədalətli və ilahi qanunlar toplusuna daima ehtiyacı olub və bu baxımdan da Allah səmavi dinləri bəşər üçün nazil etmişdir və bu dinlərin də kamili və sonuncusu ki, İslam dinidir. Hz. Muhammed sallallahu vasitəsilə Allah Teala bəşərə bu dini töhfə etmişdir və qeyd etdik ki, dinin əsas bölümləri var ki, onlar 3 ədəddir. Bir, etiqad bölümü ki, insanın etiqadı, yəni insanın bağlılığı və insanın əqidəsilə bağlı olan bölümdür. İkincisi, əxlaq bölümü, insanın əməl və rəftarı ilə bağlı olan bölümdür. 3, insanın hüquqi məsələlərdə, yəni əməl məsələlərindəki bölümü. Bunlarda özü inşallah vaxtı ilə bir izah olunacaq. İnsan etiqad etməlidir. Bu dinin birinci bölümü budur ki, insan gedək etiqad eləyə və inan bəsləyə. İnsan 3 əsas ki, bizim etiqadımızın qayəsidir. 1, tovhid, 2, nübüvvət, 3, məad və bununla yanaşı Şiə məzhəbinə görə də ədil və imamət məsələləri ki, dinin etiqadi məsələlərindən sayılmışdır. Bunların da barəsində inşallah gələn verilişlərimizdə lazımı qədər izah olunacaq. İlk öncə biz istərdik tovhidlə bağlı işarələri, tovhidlə bağlı məsələlərə işarə eləyək. Tovhid, yəni Allahın varlığına, vücuduna etiqad bəsləyib inanmaq, yəni Allahın var olmasını qəbul eləmək, nəinki dünyanın şuursuz bir təbiyyət tərəfindən yaranmasına etiqad bəsləmək. Əksinə, dünyanın şuurlu və adına Allah dediyimiz uca bir varlıq tərəfindən yaradılışına inan və bu qanunların da həmən varlıq tərəfindən gəlməsinə inan bəsləməyə deyərlər tovhid və Allahın vəhdaniyyətinə inanmaq. Biz niyə tovhid və Allahı tanımağa başlamışıq? Yəni bizdə nə səbəb, nə hiss oyanıb ki, biz gəlmişik belə bir varlıq haqqında düşünək və belə bir varlığı tapaq, bizdə nə zərurət olub bu məsələdə? Bunu qeyd edək ki, insan fitrətən 3 məsələyə daima möhtaclıdır və daima da möhtac olacaqdır. Bir, insanın fərdi ehtiyaclılığı ki, bu hətta yer üzündə bir nəfərdə qalsa, yəni insan möhtacdır. Məsələn, insanın yeməyə, içməyə, məskənə və xoş yaşamağa olan ehtiyacları kimi. 2, insanın ictimai ehtiyacları. Bunlar da qanunlar, rəhbər və bunlar kimi şeylər ki, fərd, insan şəxsi qanun sevməz. İnsan şəxsi olsa rəhbər sevməz. Amma ictimaiyyət tələb edir ki, qanun ola, rəhbər ola. 3, insanın ali ehtiyacları. Bu ali ehtiyacları da daxildir, insanın tanımağı olan möhtaclığı. İnsan var olan hər bir şeylə rastlaşdıqda ilk öncə özündə belə bir sual yaranır ki, bunun məbdəsi, əsası, bunun mənşəyi hardandır? Məhz bu sual bizi vadar eləyib, biz gəlmişik varlıq haqqında düşünək və varlıq haqqında məlumat əldə eləyək. Hz. Peyğəmbər sallallahu özü buyurur ki, Allah rəhmət etsin o kəsə ki, bilir hardan gəlib, hardadır və hara gedəcək. Bu 3 sual ki, insanları daima fikirləşdirib və insanları müəyyən varlıqlar tapmaqda belə deyək, vadar eləyib, amma Allah Teala bizi dəvət eləyib fitrətə qulaq asmağa, Allah Teala bizi dəvət eləyib əqlə, burhana, nizam, intizama qulaq asıb, onları dinləyib, həqiqi varlığımızı tapmağa. Deməli, bizi Allah'a tapmağa vadar edən ilk şey bizim ali ehtiyacımızdan doğan axtarış.
yəni tanımağa olan ehtiyacımızdır. Bəs insanı Allahı tanımağa bizi vadar edən birinci məsələ agahlıq və tanışlıq duyğumuzdur ki, insan daima bu məsələlər barəsində fikirləşib və Yaradanını axtarıb. İkinci ehtiyacımız şükür etmə hissidir ki, bizi vadar edib, biz gəlmişik varlıq haqqında düşünək. Belə təsəvvür edək və belə bir misal çəkək ki, bizi bir dostumuz ilahi, gözəl bir ziyafətə dəvət edib, biz də dostumuzun dəvəti ilə gəldiyimizə görə təbii ki, ev sahibini tam tanımırıq. Və biz daxil olanda otağa süfrə hazır və bizim rahatlığımız üçün bütün şərait hasıl olmağın gördükdə bizim daxilimizdən bir şey keçir. Bu ev sahibini tapıb, ondan təşəkkür eləmək, ona minnətdarlığımızı bildirmək. Bu insanın şükür duyğusudur. Biz də yaranış aləminə, dünya adlı bir məkanda olduq və baxıb görürük ki, Allah Teala bu kəhkəşanlı dünyada hər cürə zinəti, hər cürə gözəlliyi bəşərin, belə deyək, həyatına sərib və bəşərin rahatlığın, firavanlığı üçün Allah Teala bunları xəlq eləyib. Buna görə də insanda bir duyğu var, şükür etmə duyğusu. O vadar eləyib, bizi gəlib, biz bu varlıq haqqında düşünək, görək bunları bizim üçün kim hazırlayıb, kim bizə bunları ərmağan eləyib. Üç, insanın ziyandan qaçıb xeyrə tərəf tələsmək duyğusu bəşəri vadar edib gəlsin təvhid və varlıq haqqında, Allahın haqqında düşünsün. Çünki insan fitrətən bu cür nədir ki, insana əgər körfə bir uşaq da bir yerdə bir şeyin zərərli olmasına desə, insanda cüzi də olsa ehtimal yaranır. İnsan o cüzi ehtimal doğandan sonra zərərə tərəf getməkdən ayaq saxlayır və zərərdən qaçmağa başlayır. Bəşəri Həzrəti Peyğəmbərlər, ilahi Peyğəmbərlər gəliblər, belə bir yerdə ayıldıblar və bildiriblər ki, Allah var, Allaha inam, Allaha etiqad, qiyamətin günündə əcrə, müzda, savaba bais olmaq deməkdir. Allaha inanmamaq, qiyamətin günündə insanın şəqavətinə, insanın zəlilliyinə, insanın alçaqlığına və insanın cəza çəkməsinə səbəb olan etiqaddır ki, insan gələ Allaha inanmaya. Biz də qəbul edirik ki, insan ziyandan qaçıb, xeyrə doğru yönəldiyinə görə insanda bu his vadar edib, insan gələ varlıq aləmi haqqında düşünə. Üst-üstə götürdükdə varlıq aləmini və təvhidi tanımaqda bizə səbəb olan bu üç məsələ idi ki, inşallah biz də onları qeyd elədik. Təvhidlə bağlı inşallah gələn məsələləri də, gələn bəhslərimizdə siz əzizlərin xidmətinə çatdıracağıq. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.